Ağqoyunlu hökmdarı Uzun Həsən Osmanlı ordusunun hərbi gücünə, onların odlu silahlardan istifadə məharətinə yaxşı bələd idi. Ona görə də Uzun Həsən bir qədər gözləyib vaxt qazandı ki, Osmanlılarla döyüşə yaxşı hazırlaşa bilsin. Mənbələrin məlumatına görə Ağqoyunlular bu müharibə üçün yalnız İraq ərazisindən 37 min əskər səfərbər etmişdi. Müxtəlif vilayətlərdən toplanan əskərlər İrəvan şəhərinin yaxınlığında cəmləndi. Ağqoyunlu ordusunun 40 min zirehli və mizraqlı piyada əskəri, 30 min süvarisi var idi. Oxatanlarla birlikdə Ağqoyunlu ordusunun sayı 100 min nəfərdən çox idi. Lakin Ağqoyunlu ordusunda çatışmayan bir şey vardı: odlu silah. Uzun Həsən ordusunun bu geriliyini aradan qaldırmaqdan ötürü qərb dövlətləri ilə, xüsusilə də Venesiya krallığı ilə ittifaqa girmişdi. Buna görə də Uzun Həsən 1472-ci ilin 30 mayında səfir Hacı Məhəmmədi Təbrizdən Venesiyaya göndərmişdi. Venesiya kralı ilə danışıqlar uğurlu keçdi. Belə ki, Osmanlı imperiyasının güclənməyini istəməyən Venesiyalılar Ağqoyunlu ordusunu odlu silahlarla təmin etməyi öz öhdəsinə götürdülər. Ağqoyunlularla Venesiya krallığı arasında əldə olunmuş razılaşmaya görə Venesiya gəmiləri Aralıq dənizinin sahilinə odlu silahlar və onun istifadəsinin təlimini bilən mütəxəssislər gətirməli idi. Beləcə Ağqoyunlular müttəfiqi olan Venesiya krallığının Anadoluya gətirdiyi top və tüfəngləri əldə edəcəkdilər. Plana görə Uzun Həsən Anadolunu fəth etməli, Osmanlı sultanının Qara dənizə çıxışını bağlamalı idi. İkinci mərhələdə isə Uzun Həsən öz ordusu ilə boğazdan keçib Venesiya donanmasının dəstəyi ilə İstanbulu fəth etməli idi. Amma bütün bunların baş verməsi üçün Ağqoyunlu ordusu ilk növbədə odlu silahlar əldə etməli idi. Odlu silahların dəniz yolu ilə gətirilməsini təmin etmək məqsədi ilə Venesiyalılar Anadoludakı əksər Osmanlı limanlarına basqın etmək qərarına gəldilər. Admiral Pietro Moçenikonun rəhbərliyi altında müttəfiq qoşunları eyni vaxtda Anadolu limanlarına donanma göndərdi. Bu donanma 70 Venesiya, 16 Napoli, 22 Rodos, 16 Papa və 5 Kipr gəmisindən ibarət idi. Venesiyadan 50 top, 500 arbalet və 5000 tüfənglə yüklənmiş 2 böyük gəmi Polkovnik Tomassonun komandanlığındakı 5 zabitlə birlikdə Mersin istiqamətində yola salınmışdı. Həmin bu zabitlər Ağqoyunlu döyüşçülərinə odlu silahlarla davranmaq təlimləri keçməli idi. Söz verilən silahlar Mersinə vaxtında çatdırılsa da, Osmanlı kəşfiyyatı məsələdən xəbər tutdu və nəticədə 2-ci Mehmetin qüvvələri odlu silahların ünvanına yetişməsinə mane oldular. Beləcə Ağqoyunlu hökmdarı Uzun Həsən odlu silahsız qaldı. Amma buna baxmayaraq, o Osmanlılara qarşı döyüş hazırlıqlarını davam etdirirdi. Bu ərəfədə Osmanlı Sultanı 2-ci Mehmet də boş durmurdu. O, Mora, Bosniya, Valaxiya, Anadolu, Qaraman, Kastamonu, Trabzon və digər vilayətlərdən toplanan əskərləri paytaxt İstanbula gətizdirdi. Bundan əlavə 2-ci Mehmet ona tabe olan bəyliklərin qüvvələrini də öz tərəfinə çəkməyi bacardı. Fatihin əmri ilə Yunanlar, Serblər və Albanlardan ibarət xristiyan qüvvələri də Ankarada Osmanlı ordusuna qatılacaqdı. 2-ci Mehmet bununla ordusunun sayının 100 min nəfərdən çox olacağını planlaşdırırdı. 1473-cü ilin 11 aprelində Osmanlı Sultanı 2-ci Mehmet ordusu ilə birlikdə şərqə doğru hərəkətə başladı. Artıq müharibə qaçılmaz idi. 1473-cü ilin yayında Uzun Həsən və 2-ci Mehmetin qüvvələri Ərzincan şəhərinin yaxınlığında Tərcan adlı yerdə bir-birinə yaxınlaşdı. Osmanlı ordusu öz döyüş toplarını Fərat çayının şimal sahilinə yerləşdirmişdi. Fəratın o biri sahilində isə Ağqoyunlu ordusu var idi. 1473-cü ilin 4 avqustunda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Osmanlıların kəşfiyyata çıxmış 4000-lik qüvvəsinə qəfil hücum etdi.
Şəhzadə Uğurlu Məhəmməd dağlıq keçidlərdə Osmanlıların 4 millik qüvvəsini darmadağın etdi. Bu toqquşmada Osmanlı ordusunun önəmli sərkərdələrindən biri olan Xasmurad Paşa döyüş zamanı öldürüldü. Uğurlu Məhəmməd qələbə xəbərini atasına deyib dərhal Osmanlı ordusuna hücum etməli olduqlarını bildirdi. Lakin Uzun Həsən xanımı Səlcuqşah bəyimin təkidi ilə Osmanlı ordusuna qəfil hücum etmək planından daşındı. Nəticədə böyük tarixi fürsət əldən verilmiş oldu. Uğurlu Məhəmmədin bu kiçik zəfərinin təsiri hər iki tərəf üçün fərqli olmuşdu. Osmanlı tərəfində matəm və bədminlik hökm sürərkən Ağqoyunlular bayram əhval-ruhiyyəsində idi. Amma bu məğlubiyyət Osmanlıları səhvlərini düzəltmək üçün yeni tədbirlər görməyə vadar etdi. Uzun Həsən isə geri çəkilən Osmanlı ordusunu bir həftə təqib etdi. Nəhayət 1473-cü ilin 11 avqustunda Tərcan dağının ətəyində gözlənən böyük toqquşma baş tutdu. Odlu silahlarının üstünlüyündən istifadə edən 2-ci Mehmet hərbi manevrlər edərək çətinlik bahasına olsa da bu döyüşdən qalib ayrıldı. Arxayınlıq Uzun Həsəni məğlubiyyətə sürükləmişdi. Döyüş meydanında məğlub olduğunu görən Uzun Həsən görünüşcə özünə bənzəyən Pir Məhəmməd bəy Alpautu öz yerinə qoyub döyüş meydanından uzaqlaşdı. Bu döyüşdə Ağqoyunlu ordusunun böyük bir hissəsi məhv edildi. Sağ qalanların əksəriyyəti isə əsir alınaraq İstanbula aparıldı. Ordusunun ərzaq ehtiyatlarının tükəndiyini görən 2-ci Mehmet Ağqoyunlu ordusunun qalıqlarını təqib etmədi. İki güclü Türk imperiyasının qarşı-qarşıya gəldiyi Otluqbeli müharibəsində qələbə qazanan Osmanlı imperiyası olsa da, ən karlı tərəf Venesiya krallığı başda olmaqla Avropa dövlətləri oldu. Çünki bu döyüş Osmanlı imperiyasının qərbdəki yürüşlərini bir qədər ləngitdi. Uzun Həsənin isə Otluqbelidəki məğlubiyyətdən sonraki illəri olduqca sakit keçmişdi. Onun bu hadisədən sonra yeganə hərbi səfəri Gürcüstan üzərinə olub. Belə ki, 1477-ci ilin yazında Uzun Həsənin 25 minlik ordusu ilə Osmanlı torpaqlarına səfər etməsi gözlənilsə də, o qəfildən Gürcüstan üzərinə yönəldi. Şərqi Gürcüstanı fəth edən Uzun Həsən İmereti kralı 2-ci Bağratı özündən asılı vəziyyətə saldı. Bununla da Gürcülər Ağqoyunlu sultanlığına illik 16 min duka vergi ödəmək öhdəliyi götürdülər. Uzun Həsən ömrünün qalan hissəsini dövlətinin güclənməsinə sərf etdi. Bütün Azərbaycan torpaqlarını bir mərkəzdə birləşdirən Uzun Həsən qanunnamə hazırladaraq Ağqoyunlu dövlətinin iqtisadiyyatını xeyli inkişaf etdirdi. Onun hakimiyyəti illərində əhalidən alınan vergilər xeyli yüngülləşdirildi. Uzun Həsənin hakimiyyəti illərində İslam dininin müqəddəs kitabı olan Qurani Kərim tarixdə ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcümə olundu. Mədəniyyətə və incəsənətə böyük önəm verən Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu dövlətində bütün sahələr sürətlə inkişaf edirdi. Həm də Uzun Həsən Avropa dövlətləri ilə müxtəlif sahələrdə münasibətlər quraraq Azərbaycan tarixində Qərb dövlətləri ilə diplomatik münasibətlərin əsasını qoydu. Sonuncu Gürcüstan səfərindən sonra Təbrizdəki sarayına çəkilən Uzun Həsən bundan sonra heç bir müharibəyə qatılmadı. Ömrünün sonlarına yaxın oğlu Uğurlu Məhəmməd Şirazda ona qarşı qiyam qaldırdı. Uzun Həsən digər bir oğlu Xəlil bəyi bu üsyanı yatırmaq üçün Şiraza göndərdi. Ögey qardaşı Xəlil bəyin ordusu ilə mübarizə aparmağın mümkünsüzlüyünü anlayan Uğurlu Məhəmməd İstanbula yollanaraq atasının əzəli və əbədi rəqibi 2-ci Mehmetə sığındı. 2-ci Mehmet onu ədəb-ərkanla qəbul etdi və öz qızı Gövhərxan Sultanı ona ərə verdi. Bundan əlavə 2-ci Mehmet Uğurlu Məhəmmədi Sivasa hakim təyin etdi. O, buradan atasına qarşı mübarizəsinə davam edirdi. 1477-ci ilin yayında gözlənilmədən Uzun Həsənin ölüm xəbəri yayıldı. Lakin bu xəbər yalan oldu. Atasının yalançı ölüm xəbərini alan Uğurlu Məhəmməd İstanbula məlumat vermədən öz adamları ilə Təbrizə doğru yola düşdü.
Lakin o Ərzincana yetişəndə Uzun Həsənin ölümünün yalan olduğunu öyrəndi və burada atasının ordusu ilə qarşılaşdı. 1477-ci ilin yayında Ərzincan yaxınlığında baş tutan döyüşdə oxla vurularaq öldürüldü. Başı kəsilən Şəhzadə Uğurlu Məhəmmədin bədəni Ərzincanda dəfn edildi və üzərində türbə inşa olundu. Getdikcə yaşlanan Uzun Həsənin 4 fərqli xanımından dünyaya gəlmiş 7 oğlu var idi. O, sağlığında özündən sonra varis təyin etməmişdi. 1478-ci ilin 6 yanvarında Ağqoyunlu dövlətinin hökmdarı 55 yaşlı Uzun Həsən Təbrizdə vəfat etdi. Onu Təbrizdəki Həsən Padşah məscidində dəfn etdilər. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu taxtı uğrunda şəhzadələr arasında ölüm-dirim savaşı başladı.